Hakim salam vertəriz. Salam canım. Oturun. Həkim, mən yemək yeyəndə iştahım olmur. Yeyəmirəm, o nədəndir? Düz yerə gəlirsiniz. İndi bir şey deyəcəm. Onu elləyin, yemək yeyə biləcəksiniz. Belə, sağ olun doktor. Deyil. Yemək yeyəmirsiniz sizə sadəcə olaraq yeməyi ağzınıza qoyun, biraz çeynəyin və udun. Bu qədər. Ağzına qoy, ud. Elə bir doktor, ağzıma qoyum, udur. Bəli, hə, ağzına qoyur. Həkim, mən də məzələnsizmir, gəlin yeməkdən, ağzına qoyurdum yeməkdən. Ağzımda deyirəm, yeyəmirəm. Yeyəmirəm, doktor, yeyəmirəm. Problem nədir? Problemi deyil. Sizdə böyük ehtimalla anoreksiya psixosomatik disfunksiya sindromu var. O nə, doktor, öz dilimdə deyil. Yəni sizdə gastrointestinal neyroreflora pozuntusu var. Bax, kişi, nə danışsan, normal deyil, başa düşürüm. Yaxşı, qısa da desəm sizdə xitorezeptorlarında funksional disbalans var. Ay, mən başa düşəcəyim dildə deyil. Deyirəm da, sizdə krişa, yoğurt, xaladenika var. Krişə nədir, yoğurt nədir, xaladenik nədir, öz dilimizdə danış. Hə, sadə dillə sizdə oreksiyon hidrotuma blokadası var. Ay, yerlərlə normal danış. Bu yəni reflektor qidalamatoloqudur. Sənin sus. Əldə şoxsan, səndə olan problemi bilirsən nədir? Nədir, deyin problemi. Siz açsınız. Ay, ajan bura gəlmişəm, bəli. Sevgi dastanları bürüyübdür ölkəni. Gözlərində tapmısan, itirmən olar məni. Özümdə heç bilmədən gəldi məhəbbət dəmi. Məni də salır dəmlərə.